Hansı ifadəni hər üç canlıya aid etmək olar? Şəkildə may böcəyi, çay xərçəngi və xasa hörümçək göstərilmişdir və üçünə də aid olan əlamətləri göstərmək lazımdır. Bədənin baş, döş və qarıncıqdan ibarət olması hər üç canlıya aid deyil, çünki xərçənglərdə və hörümçəklərdə baş, döş bir yerdə, qarıncıq isə ayrıdır. May böcəyində isə hər üç hissə ayrı-ayrıdır. 2. Ürəyin bədənin baş, döş hissədə yerləşməsi. Bu isə yalnız xərçənglərə aiddir. 3. Açıq qan damar sisteminin olması hər üç canlıya aiddir. Deməli, üçüncü fikri hər üç canlıya aid etmək olar. Yetkin fərddə bığcıqların olmasını xası hörümçəyə aid etmək olmaz. Ona görə 4 variantını götürmürük. 5. Qanın qazlar mübadiləsində iştirak etməsi. Nəzərə almaq lazımdır ki, həşəratlarda ümumiyyətlə qan qazlar mübadiləsində iştirak etmir. Deməli, üçüncü variantı açıq qan damar sisteminin olmasını hər üç canlıya aid etmək olar. Düzgün cavab A variantı.